Növbədə hədis Əbu Hüreyrədən yenə rəvayət olunur. Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm: "Mən sələkə tariqan yəltəmisu fihi ilmən." Kim elm öyrənmək üçün bir yol çıxarsa, sahalallahu lehu bihi tariqan ilə cənnə. Allah onun cənnətə gedən yolunu asanlaşdırar. Hədisi İmam Müslim rəvayət edib. Bu çox əzəmətli hədisdir, qardaşlar. Yəni deməli cənnətə daxil olmağın ən rahat yollarından biri nədir? Elm tələb eləmək. Niyə? Bax görürsən, hədisdə deyir ki, Allah onun cənnətə gedən yolunu asanlaşdırır. İnsan elm öyrənəndə, elm ondan nə tələb edir? Əməl etməyi. Bax, elm öyrənir, halal haramı bilir, düzdürmü? Salih əməllə günah əməlin fərqinə varır. Nə tövhiddir, nə şirkdir, nə sünnətdir, nə bidətdir, bunları bilir, düzdürmü? Deməli, elm üzərində əməl edəndə Allah onu digər salih əməllərə müvəffəq edir və beləcə cənnətə gedən yolu asanlaşır. Bu hədisin başqa bir rivayəti də var. Əbu Dardədən rivayət olunub. Ümumiyyətlə hədis uzun hədis, çox əzəmətli bir hədisdir. Əbu Dardədən gələn rivayətində bu hədisi söyləməyin səbəbini də Əbu Dardə gətirir. Sünənlərdə keçən İmam Əhmədin müsnədində də varid olub, digər ləfsində. Qeys İbn Kəsir deyir ki, biz Əbu Darda ilə bərabər Dəməşqin məscidində oturmuşduq. Birdən içəri bir kişi daxil oldu və dedi ki, ey Əbu Darda, Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət etdiyim bir hədisi səninlə eşitmək üçün gəlmişəm. Mədinədən gəlmişəm. Deyir ki, Əbu Darda, hər hansı bir ehtiyacına görə gəlməmsən? Deyir, yox. Bəlkə nəsə bir tezarət məsələsi var, ona görə gəlmişsən? Deyir, yox. Mən deyir, səndən hədis eşitməyə gəlmişəm. Danışdığın hədisi eşitmək istəyirəm səndən, insanlara danışın hədisi. Deyir ki, Əbu Darda radiyallahu anh bu hədisi söyləyir. Kim deyir? Başqa, o nə üçün gəlmişdi? Hədis öyrənmək, elm tələb etmək üçün. Onun məqamına uyğun, halına uyğun hədisi də söyləyir. Deyir, kimdir, yəni elm öyrənmək üçün bir yol çıxarsa, yəni səfər edərsə, yola çıxarsa, Allah onun cənnətə gedən yolunu asanlaşdırır. Sonra hədisi davam edir ki, kim yəni elm tələb edərsə, elm tələb edən üçün göylərdə və yerdə olanlar onun üçün dua edərlər, istiğfar deyərlər, hətta dənizdə olan balıqlar belə. Və həmçinin buyurur ki, alimin abidə olan üstünlüyü, ayın uluzarı olan üstünlüyü kimidir? Həmçinin hədisə qeyd edir ki, deyir, elm tələb etdiyinə görə mələklərdir onun qarşısında qanatlarını açarlar. Subhanallah, elm tələb edənin Allah qatında şərəfinə bax, məqamına bax. Mələklər nazir olurlar ki, onun qarşısında qanatlarını açsınlar. Onu dinləsinlər. Çox əzəmətli bir hədisdir. Və sonra buyurur hədisin davamını. Hədis dediyim kimi uzun hədisdir. Sonra davam edir ki, alimlər Peyğəmbərlərin varisləridir və Peyğəmbərlər də dinar, dirham miras qoymaz, onların qoyduğu miras elmdir. Kim o elmdən götürərsə böyük bir pay sahibi olmuşdur. Bir paydan sahibin var, böyük bir nəsibin var sənin, subhanallah. Deməli, Peyğəmbərlərin mirasına hamı can atmalıdır, hamı. Bəzən insanlar dünyadan olan mirasa, dünya malından olan mirasa can atır, dünya sərvətlərinə. Vallahi, elmdən gözəl miras yoxdur. Peyğəmbərlərin mirasından gözəl miras ola bilərmi? Yox, ona görə insan gərək elm öyrənməyə həris olsun. Bax, bu hədis bizə nəyə göstərir, qardaşım? Bu hədis bizə alimlərin, elm tələb edənlərin dəyərini, qədrini bilməyi öyrədir. Onlara dəyər verməyi. Çünki onların səbəbi ilə insanlar zülmətlərdən nura çıxırlar. Bugün Peyğəmbər və Peyğəmbərlər yoxdur. Onların varisləri qalıb. Deməli, bizə indi hal-hazırda düşən nədir? O varislərə tabi olmaq təbii ki, hüccət, bəyan, dəlil olan yerdə. Mən demirəm, hər şeydə alimlərə təqlid etmək lazım. Lakin biz onların sayəsində bu elmi öyrənirik, Allahın dinini, şəriətini öyrənirik. Ona görə insan gərək alimlərə dəyər versin. Elm öyrənənlərə, tələb edənlərə dəyər versin. Bu, hər birimizin üzərinə düşən şeylərdir. Onlar belə deyək də, qaranlıqda əllərində bir çıraq daşıyan insanlar kimidir. O çıraq sönsə, arxadakılar da həlak olub gedəcəklər. Ona görə bir məmləkətdə alim, elm tələbəsi olmayan da insanlar görsən azğınlaşırlar. Həmişə deyirəm, hər kəsin vallahi elmə ehtiyacı var, hər kəsin. Hər kəsin alimə, elm tələbəsinə ehtiyacı var. Nə qədər sosial şəbəkələr inkişaf eləsə də deyirsən, əşi internetdə axtarıb yazıb tapacam, elə deyil. Elə şey var ki, qardaş, o da belə səhv edir, vallahi. Bəzən özümüzdə, məsələn, o chat-GPT çıxıb, bəziləri görsən, artıq deyir ki, əşi, mənim nə alimə, nə tələbə ehtiyacım yoxdur. Yazam çıxır da, vallahi özümüz dəfələrlə yazmışıq nəsə məsələ barəsində, hansı bir məsələ barədə. Hətta alimin adını qeyd edirik, qaydırıq kitabı tapmırıq o cümləni orada. O da xata edir. O elə proqramlaşdırılıb ki, sən cavab verməyə məcbursan. Nə soruşsan, cavab verəcək sənə. Amma hər cavab verdiyi doğru deyil axı. Dəfələrlə sınamışıq. Görə düz deyir, səhv deyir. Deyib, axtarmışıq. Kitaba qayıtmışıq, orada elə cümlə yoxdur.
Deməli sənin qardaş alimə, elm tələbələrinə ehtiyacın var. Ölkəndə alim yoxsa deməli onların yerində olan tələbələrdir. Təbii ki, alim də, tələbə də gərək öz heybətini qorusun, öz məqamını qorusun, özünü gözdən salmasın bəzi əməllərlə. İnsanı heybətdən salan, məsələn, xüsusən elm əhlini heybətdən salan şeylərdən biri nədir? Onun öyrəndiyi elmə əməl etməməsi və ona dəvət etməməsi, insanları öyrətməməsi. Həmçinin bəzi davranışlar var ki, gərək elm əhli, elm tələbəsi, elm öyrənən o şeylərdən özünü qorusun. Ola bilər, sıravi insanların içində bu adi şeydir, amma əgər elm tələb edirsən, sən artıq orada dayanmalısan. Məsələn, misal olaraq deyək ki, məsələn, yolda yemək yeyə-yeyə gəzmək. Adam məsələn, dönər alıb, dönər yeyə-yeyə küçədə gəzir gedir. Belə baxanda adi bir şey, düzdür, burada adi bir şey yoxdur. Lakin elə şey var ki, o, məsələn, o elm tələbəsinə və ya alimə, hədis öyrənənə, elm öyrənənə yaraşmaz. Küçədə sən yemək yeyə gedəsən. Hətta belə şeyləri alimlər qeyd edirlər. Ki, buna nə deyirlər? Xavari murua deyirlər. Yəni, kişilik xüsusiyyətlərinə müxalif olan şey. Nə mənada? Yəni, sənə bəlkə sıradan bir müsəlman üçün adi şeydir. Amma onu bir elmə nisbət olunan kəs edəndə artıq ona ayıb olur. Və s. buna bənzər o qədər şeylər var ki, gərək insan özünü elm tələb edən, elm öyrənən bu şeylərdən gərək özünü qorusun. Davranışıdır, hərəkətidir, sadiq olsun, əmin olsun, insanları aldatmasın ki, heybəti gedməz. Heybəti gedəcəksə, onda olan elmi də heç kəs qəbul eləməyəcək. Təkəbbürlü olmasın, insanlara acılamasın, mehriban olsun, mərhəmətli, şəfqətli olsun, səbirli olsun. Bu da çox mühümdür. Bəzən görsən, insanlara səbir eləmirlər, bəzi elm öyrənənlər və s. Kobud cavab vermək, onlara acılamaq, belə şeylər elm tələbəsindən elm öyrənməyə maniyədir. Ola bilər dəryadır, çox şey bilir, məlumatlıdır, oxuyur maşallah. Lakin müəyyən xasiyyəti var ki, insanlar bunu həzm edə bilmirlər, qəbul edə bilmirlər. Hamı qavramır da, eləsi var səbr edir ki, bəli, eybi yox, heç nə olmaz. İndi dedi də məsələn, və ya acıladı və ya kobuddur və s. heç nə olmaz, amma elmi var. Bunu əslində bəli elə olmalı, sən məhəl qoymamalısan. Olsun da kobud olsun, amma onda elm var axı. Lakin hamı elə deyil axı. İnsanlar hamısı elə deyil. İnsanlar nə istəyirlər qarşı tərəfdən? Mərhəmət istəyir, düzdürmü? Mülayimlik istəyir, xoş rəftar istəyir. İndi ola bilər, bilmir də, həzm eləmir, gərək. Ona görə bu şeyləri nəzərə alıb insanlara da səbr eləmək lazımdır. Xüsusən elm öyrənənlər. Ona görə deyirəm ki, bəzi davranışlar, hərəkətlər var ki, bu elm öyrənən, elmə dəvət edən müəllim, şeyx bu şeylərə gərək yol verməsin. Deməli, hədis elmin və əhlinin nə qədər hörmətli, şərəfli olduğunu göstərir. Yəni, insanı burada şərəfli edən onun zatı özü deyil. Nədir onu şərəfli edən? Öyrəndiyi elmdir. Deməli, elm sayəsində hörmətli olur. Yoxsa zat olaraq, şəxs olaraq kim olursa olsun. Onda bu elm yoxdursa, onda xeyir yoxdursa, qardaş, düzdürmü? Kim olursa olsun, kimin oğlu olursa olsun, nə vəzifə sahibi olursa olsun, hansı nəsil nəzabətdən gəlirsə gəlsin, onda gözəl xüsusiyyətlər olmayacaqsa, o hörmətli olan deyil. Hörmət edənlər də nəyəsə görə hörmət edəcək. Düzdür, yoxsa yox. Kimisi vəzifəsindən görə hörmət edəcək, yaltaqlanır, işi keçir. Kimisi, belə deyək də, bir sultanlığı, hökümranlığı var, qorxusundan hörmət edəcək, baş üstə buyur və s. Kimisi nəyəsə görə. Amma yox, insanda gözəl xüsusiyyətlər olarsa, vallahi, tutduğu peşədən asılı olmayaraq, hansı nəsildən, nəcabətdən asılı olmayaraq insanlar hörmət edəcəklər. Və mən həmişə Loğmanı misal çəkirəm, hikmətli Loğmanı. Yəni, onun peyğəmbər olub olmamasında ixtilaf var. Səhih qövl odur ki, salih bir bəndə olub, peyğəmbər olmayıb. Təsəvvür et, o qədər salih insan olub ki, gör Allah qatında nə qədər dəyərlidir ki, adına surə var. Qiyamətə qədər insanlar, qiyamət gününə qədər insanlar onun oğluna olan tövsiyələrini oxuyurlar və ona əməl edirlər və övladlarına da elə tövsiyə edirlər. Gör, necə hörmətli bir insan olub, sıradan bir insan olub. Yəni, salih bir bəndə olub, dediyim kimi, peyğəmbər də olmayıb. Lakin adına surə var. Onu ucaldan nə oldu Allah qatında? İnsanlar arasında onu sevdirən nə oldu, qardaşım? Nə oldu? Onun salih əməlləri, onun gözəl xüsusiyyətləri, xeyirli insan olmağı onu insanlar arasında hörmətlidir. Onun keçmişinə nəzər sarsa, necə təfsirdə gəlir, Loğman surəsinin təfsirində açıb oxuya bilərsiniz. Haqqında gəlir ki, rəvayət edirlər, yəni adam Həbəşistandan bir zənci bir insan olur. Hansı bir qəbilənin, tayfanın çobanı olur, qoyun otaranı olur. Nökər olur. Bir nəfər də görür, tanıyır. Görür ki, ətrafına insanlar toplaşıblar.
Hamı söhbətlərindən həzz alır. Niyə hikmətli loğman deyirlər? Hikmətli söhbətlər edir ona görə. Hamı ləzzət alır onun söhbətlərindən. Millət toplaşıb, yığışıb ətrafına. Hamı ləzzətlə bundan qulaq asırlar. Hamı qapısına doğru axışıb ki, gedək loğmanı ziyarət edək. Hikmətli söhbətləri var. Faydalanaq. Bir nəfər görür, deyir, sən Həbəşistanlı zənci loğman deyilsən, filan kəs deyilsən, filan qəbilənin çobanı loğman deyilsən, sən o deyildin. Deyir, hə, mənəm, ey qardaş oğlu. Səni təəccübləndirən nədir mənim halımdan? Deyir, sənin bu halın, insanların ətrafa toplaşması, qapıva axışması, səndən yəni faydalanmaqları, sənin söhbətlərindən ləzzət almaqları. Deyir, ey qardaş oğlu, mən deyənləri eləsə, sən də belə olarsan. Və sadalayır, bəzi salih əməllərini sadalayır. Xeyirxah əməlləri. Bir möminə, bir müsəlmana, bir kişiyə yaraşan əməlləri sadalayır. Doğru danışması, sadiq olması, yəni aldatmaması, xain olmaması, səxavətli olması, qonşunun irzini qoruması, özünə aid olmayan şeylərə müdaxilə etməməsi, soruşmaması və s. Nə qədər yaxşı əməlləri sayır. Halal qazanmağı, halal yeməsi, süfrəsində ancaq halal nemətlər, halal ruzi sadalayır. Deyir, ey qardaş oğlu, bax, bunları eləsə, sən də belə olarsan. Deməli, insanın hörmətli olması üçün, qardaşım, nə bilim, var dövlət, şan şöhrət və yaxud da ki, sultanlıq, hökmranlıq, hegemonluq vəzifə lazım deyil. Bu şeylər varsa edənlər nəyəsə görə edəcək. Yaltaqlıq üçün, işi səndən keçir, qorxduqlarına görə və s. Həqiqi hörmət insanı doğrudan da Allah qatında dəyərlidir. Və həqiqi hörmət xeyirxah əməllərə bağlıdır. İnsan vallahi nə qədər xeyirxah, salih olarsa, Allah onu hörmətli edəcək. Onu uca edəcək, kimliyindən asılı olmayaraq. Adi bir fəhlə olsa da belə. Allah ona bilmədiklərini öyrədəcək. Və insanlar ondan faydalanacaqlar. İnsanlar onu sevəcəklər. Dəyər verəcəklər. Belə də var. Həyatda biz görürük, vallahi. İnsanda sıravi bir müsəlman qardaşımızdır və ya bir bacıdır qadınlar arasında. Sevilir, hörmət edirlər. Niyə? Onda olan gözəl xüsusiyyətlərə görə, salih əməl sahibi olduğuna görə, sadiq olduğuna görə, əmin insan olduğuna görə etibarlıdır. Hamı da bunu istəyir. Ki salamat qalır. Heç kəs onun dalınca danışmasın. Heç kəs ona şər böhtan atmasın. Dili ilə və əli ilə əziyyət verməsin. Hamı bunu istəyir. Belə insan belə salamat olarsa, insanlar ondan salamat qalırlarsa, niyə ki onu sevib onu hörmət eləməsinlər? Kimisə malında, rizində gözü yoxsa insanlar hörmət edib dəyər verəcəklər və etibar edəcəklər. Deməli, hədisə qayıdaq. Deməli, insanın cənnətə düşməsinə ən böyük səbəblərdən biri onun elm öyrənməsidir. Və elm tələb edəcəksə, vallahi, yerdə və göydə olanlar hamısı onun üçün istiğfar diləyəcəklər. Hətta yuvasında olan qarışqalar, necə digər rivayətdə gəlir, və eləcə də suda olan balıqlar belə. Hələ mən mələklərin və Allahın tərifindən, düzdürmü? O mələklərin onlara olan tərifindən, duasının istiğfarından danışmıram. Yerdə göydə olanlar, hər kəs onlara istiğfar diləyəcək, onlar üçün bağışlama diləyəcəklər. Və mən də, qardaşlar, həmişə deyirəm, yenə də, indi də deyəcəm, bəzi insanlar var ki, onların əlindən, dilindən elm əhli əziyyət çəkirlər. Heç olmasa, ən azından o həşəratlar qədər deyirlər, subhanallah. Qarışqa qədər deyirlər də, yəni, balıq qədər deyirlər, belə deyək də, suda yaşayan balıqlar, xırda balıqlar qədər deyirlər. Onlar elm əhli üçün xeyir öyrədən müəllimlər üçün istiğfar edirlər. Lakin nə qədər insanlar var ki, onların dillərindən, əllərindən hələ də əziyyət çəkən alimlər, elm tələbələri var. Onlar qədər deyilsiniz, subhanallah. Onlar dua edir, bunlar nə edir? Tən edir, subhanallah. Sən fərqə baxsan, Allahu akbar. Ona görə ölkəndə olan və ümumiyyətlə, harda alim, elm tələbəsi varsa, sələf-i salihin yoluna dəvət edir. Həmişə onlar üçün dua edir, xüsusən ölkəndə olanlara. Çünki sənin ölkəndə olanlara daha çox ehtiyacı var, nə ki, xaricdə olanlara. O, öz ölkəsində dəvət edəcək, öz qövmünün dilində danışacaq. Sən də öz ölkəndə olanlar üçün dua et, sabitlik dilə. Dua et ki, Allah onları xeyrə müvəffəq eləsin, həmişə sabit eləsin, dəvətdə səbirli eləsin. İnşallah hamımız onda xeyir tapacağıq. Allah Teala ölkəmizdə olan bütün elm tələbələrini qorusun. Allah Teala bütün dünyada olan alimləri, elm tələbələrini qorusun. Hər birini sabit eləsin. Onları dəvətlərində müvəffəq eləsin.